Bizim yaşadığımız dünyada çoxlu dil ailələri var. Bu dil ailələri deməli tarixən, mədəniyyətcə, qohumluq əlaqələrinə görə bir-biri ilə adət-ənənəcə bağlı olublar. Dünyanın ən mühüm belə ailələrindən biri də Türk dilləri ailəsidir. Türk dilləri ailəsi böyük coğrafi ərazidə yerləşir. Altaydan başlamış, deməli, Avropanın ətəklərinə də uzanan əraziləri də yerləşirlər və vaxtı ilə böyük imperiyalar yaradıblar. Eləcə də Türk mədəniyyətinin, Türk tarixinin tarixi çox əski çağlardan, Orxon Yenisey abidələrindən, Mahmud Kaşqarinin Divanı Lüğət-i Türk əsərindən başlayır və Sovet dönəmində 1926-cı ildə keçmiş SSR ərazisində yaşayan Türk dilli xalqların qurultayı, Türkoloji qurultayı, yəni Türk xalqlarını bir araya gətirmək ideyası ortaya ataraq qurultay keçirdilər. Bakı şəhərində bu qurultay keçirildi və bu qurultay təşkil olunandan sonra keçmiş SSR ərazisində, Orta Asiyada, Qafqazda, Rusiyanın başqa ərazilərində, Başqırtıstanda və digər ərazilərdə yaşayan Tataristanda olan Türk alimləri, dilçiləri, ədəbiyyatçıları, tarixçiləri bir araya yığıldılar və onlar ortaq dil, ortaq mədəniyyət, ortaq əlifba problemini ortaya atdılar. Və bir neçə müddətdən sonra repressiya dövrü başladı. Pan-Türkizm ideyalarını ortaya atdılar və pan-İslamizm, pan-Türkizm ideyası ilə bu qurultayda iştirak edən, Türk xalqlarının birliyini ortaya atan insanların həyatında böyük təhlükələr meydana gəldi və onların əksəriyyəti də repressiya qurbanları oldular. Onlar Türk xalqları üçün çox böyük, möhtəşəm bir ideya atdılar. Türk birliyi, Türk mədəniyyətinin, dilinin, əlifbasının birliyi. Bugün həmin hadisədən 100 il keçir və bu hadisənin başlanğıc nöqtəsi Azərbaycandır. Amma Azərbaycanda olan bu qurultayda demək olar ki, Orta Asiya və digər ölkələrdən, xarici ölkələrdən də nümayəndələr iştirak edirdi. Və bugün həmən ənənəni, yəni bizim babalarımızın qoyduğu ənənəni davam etdirən möhtərəm prezidentin İlham Əliyevin fərmanı ilə bu qurultayın 100 illiyinin keçirilməsi və onun məhz bu günə düşməsi böyük bir ənənənin bünövrəsinin qoyulmasıdır. Yəni artıq biz ayrı-ayrı Türk xalqlarının alimləri bir araya yığıldıq. Bir neçə gündür ki, çox böyük tədbirlərin içərisindəyik və həmin tədbirlərin keçirilməsində Orta Asiyanın Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi Türkiyə ölkəsindən gələn bir çox görkəmli alimlər birlikdə məhz ortaq əlifba, ortaq dil və ortaq folklor dəyərlərinin araşdırılması, öyrənilməsi məsələsini biz gündəmə gətirdik. Və bundan sonra bizim qarşımızda çox böyük perspektivlər açdı və doğrudan da gələcək perspektivlərdə planlaşdırıldı ki, nə işlər görüləcək və bu işlərlə biz doğrudan da Türk xalqlarının birliyinin gələcəkdə daha möhkəm şəkildə təmin olunmasının şahidi olacağıq.